Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli, əziz 9-10 siniflər, bugün sizlər üçün istəyirəm ki, blok, yəni OTK-nın keçirdiyi blok imtahanının, yəni 9-10 siniflər üçün izahlarımı verim. Elə isə başlayaq. Deməli, uşaqlar, deyir, tənliyinin kökləri qarşılıqlı əks ədədlərdir. Hamımız bilirik ki, əks ədədlərin cəmi 0-a bərabərdir. Onda bunun kökləri də qarşılıqlı əkssə demək köklərin cəmi 0-dır. Bunda köklərinin cəmi Viet düsturuna görə mənfi A-7 olacaq. Yəni x-in əmsalının əksi. Bu 0-dırsa onda buradan da A7 olduğu görsənir. Aparıb yerinə yazsam deməli aparıb yerinə yazanda x kvadrat çıx. Burası 0-a gedir. A-nı yerinə 7 qoyanda. Burada mənfi 28 plus 3 mənfi 25. Belə. Onda deməli köklər müsbət 5 mənfi 5. Böyük kökünü tap müsbət 5. Bir məchul tənliklərdə işləmişik. Yazıb bizə A və B tərs mütənasib cəmiyyət. Şurada tərs mütənasib cəmiyyətdirsə, deməli, onların hasilləri bərabər olacaq da. Başa düşdünüz? Yəni, tərs mütənasibsə, hasilləri bərabər olacaq. Bunun məntiqini buradan da tuta bilərsən. Məsələn, tərs mütənasibliyin düsturu y bərabərdir k bölü x deyilmi? İndi burada y-x-dən yazmayaq da. Burada, məsələn, a bərabərdir k böl b yazaq. Çünki burada a ilə b tərs mütənasibdir. Bax, onda buradan da görsənir ki, ab bərabər k. Yəni, ona görə deyirəm ki, əgər tərs mütənasibsə, bunların hasilləri bərabərdir. Yəni, onda belə çıxır ki, 21-i x-a vuranda bərabər olur 15-i 14-ə vuranda. Budur. Yəni, tərs mütənasibsə, hasilləri bərabər bu düsturdan çıxır. Onda 21-i 7-yə böləndə 3, 14-ü 7-yə böləndə 2, 3 ilə də 15 gedib 5 2, 10, x də bərabər edir 10. Sonra eyni zamanda burada yenə də 15 vur 14 bərabərdir y vur 105. Onda 15-i 5-ə böləndə 3, 105-i 5-ə böləndə 21, 3 ilə 21 gedir 7, 7 ilə də 14 gedir 2. Y olur 2. İndi x çıx y, x 10'da y, 10'dan 2 çıxanda 8. Burada bunun belə olduğuna baxmayın. Birincisi gəlin neyniyək burada? Uşaqlar, bu b çıx 3a yazıb ha. Bu da a çıx 3b yazıb ha. Burada ortaq nəsə yoxdur. Gələk birinci vurub açaq. Çünki ortaq nəsə görmürəm çıxardan. A-nın kvadratını a-ya vuranda a-nın kubu çıx 3a kvadrat b çıx b-nin kubu plus 3a b kvadrat. Vurub açdım. İndi bunu səlqəli yazmalıyam. A-nın kubu çıx 3a kvadrat b. Sonra bu 3a b kvadratı yazıram. Sonra da mənfi b kub. Və görürəm ki, bu ifadə ilə açıq b-nin kubunun açılışını verdi də mənə. Vəssalam. Onda a-nın qiyməti 5,52 çıx. B-nin qiyməti, uşaqlar, 2 tam yazıb 25-də 13. Bax, bu 25-də 13. Bunu əgər surətində, məxrəcində 4-ə vursam, bu %52 eləmir. 13-ü 4-ə vuranda. 0,52-də. Deməli, 25-də 13, 0,52-də. Qabağında da 2 var, 2,52. Bu da B-nin qiyməti. Çıxanda neçə elədi? 3 kubu 27. Şu, Y variantı. Burada uşaqlar, deməli, burada sistemlə eləsə alınmır ki, yoxsa necə? Z çıxıq. Hə, bax, sistemlə eləməyə ehtiyac olmayacaq. X çıx y bərabər mənfi 5. Y çıxılsın z bərabər 3. Bizə burada əsasən nə lazımdır?
Gəlin bunları tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayanda mənfi y ilə müsbət y gedir. Qalır x çıx z bərabərdir. Mənfi 5-dən də 3 toplananda mənfi 2. Belə. Yəni x çıx z mənfi 2. İndi qulaq as. Əzizlər, x çıx z mənfi 2 isə z çıx x nə olacaq? Müsbət 2 olacaq da. Çünki mənfiyə vurdum. Onda z çıx x nə oldu? 2. Elə modulca 2 elə 2 deməkdir. Sonra z çıx y. Fikir ver. Y çıx z 3-dürsə, z çıx y mənfi 3 olacaq da. Mənfi 3. Çıxılsın, mənfi 3. Z çıx y. Yenə də, yəni y çıx z 3-dürsə, z çıx y mənfi 3-dür. Amma bu mənfi 3 olsa da modulun içində olduğuna görə müsbət 3-dür. Modulun içindədir axı. Bir dəqiqə. Bu niyə düzgün cavabı vermir? Bir dəqiqə. Mən nəyi səhv edirəm ki? X çıx y mənfi 5. X çıx y mənfi 5. Y çıx z 3. Əla. Y çıx z 3. Tərəf-tərəfə topladım. Mənfi y müsbət y getdi. X çıx z mənfi 2. X çıx z mənfi 2 isə z çıx x da 2-dir. 2. Z çıx y. Y çıx z 3-dürsə, z çıx y mənfi 3-dür. Bu da mənfi 3-dürsə, modulca müsbət 3. 3 eləyir axı bunun qiyməti. Mən nə isə görmürəm. Ola bilsin ki, gözümdən nəsə qaçır mənim. Yəni nəsə burada gözümdən qaçır. Maraqlıdır nə? Gözümdən qaçır. Heç nə. Təzədən qayıdıb baxacağam. Bu qalsın. Nəsə gözümə görsənmədi. Altı bucaqlı. Altı bucaqlı çox sadədir. Bir dənə altı bucaqlı çəkək. Bir dənə altı bucaqlı çəkək. Bu bizim altı bucaqlı və deyir ki, böyük diaqonal uzunluğu 9-dur. Əslində heç bunu çəkməyə ehtiyac yoxdur. Mən elə belə çəkdim. Çünki altı bucaqlının sən bilməlisən ki, böyük diaqonalı 2A düsturuyla tapılır. Altı bucaqlının kiçik diaqonalı A kök 3 düsturuyla tapılır. İndi altı bucaqlının böyük diaqonalının uzunluğu 9-dursa, deməli A bərabər 4,5. Altı bucaqlının da perimetri 6A'dır da. Çünki bütün tərəfləri bir-birinə bərabərdir. Altını da vuranda 4,5-ə 27. B. Sonra yazıb ki, 30-dan kiçik sadə ədədlər çoxluğu A-dır. Uşaqlar, 30-dan kiçik sadə ədədlər 2 ilə başlayır. 1 nə sadədir, nə mürəkkəbdir. Sadə ədədlər 2 ilə başlayır. 2, 3, 5, 7, 11, 13, 17, 19, 23, 29. 30-dan kiçik sadə ədədlər budur. Sonra yazıb 5-ə bölünən 2 rəqəmli ədədlər çoxluğu B ilə işarə olunur. Uşaqlar, 5-ə bölünən 2 rəqəmli ədədlər, çünki özü yazıb ki, 5-ə bölünən 2 rəqəmli ədədlər çoxluğu. 5-ə bölünən 2 rəqəmli ədədlər 10, 15, 20, belə davam edir. 25, 30, 35. Uşaqlar, bunların ortağı yoxdur. Çünki, bax da, 30-dan kiçik sadə ədədlər içərisində 5-ə bölünən bir dənə ədəd var. 5-in özüdür. Burada da 2 rəqəmli ədədləri istəyir. 2 rəqəmli ədədlər 10-dan başlayır. 5-ə bölünən 2 rəqəmli ədədlər. Bunların ortaqları yoxdur da. 0. Sadə bir sual. Sonra, uşaqlar burada yazıb bunu vurğuları ayranı bu da. Açıq-aşkar
aydın məsələdir ki, burada M2 olacaq da. Çünki M2 olmalıdır ki, bu A kvadratçıq 36-nın vuruqlara ayıranda bu 36 da 6-nın kvadratıca açıq 6 A plus 6 olsun. Onda açıq 6-nı vermişdi. Bu da A plus B-dirsə B-nin yerində 6 dayanıb. B də 6-dır. M2 B6 hasili 12. Şifahi görsənir. Burada hamısını bunların dərs vaxtı bunların hamısını işləmişik. Müqayisə eləyəndə uşaq dərəcələr eyniləşməlidir də. Bu kök 3-dür. Bu 3-cü dərəcədən kök 6-dır. Bu da 4-cü dərəcədən kök 9-dur. Uşaqlar, burada dərəcə neçədir? Bunun dərəcəsi bu 2-dir də. Bu 3-dür, bu 4-dür. Bunun dərəcəsi 2-dir, bu 3-dür, bu 4-dür. Uşaqlar, deməli nə edəcəksiniz? Deməli, uşaqlar, burada şey eləmək üçün müqayisə eləyəndə siz eyniləşdirirsiniz. Necə? 3-ə vurursunuz. Yox, səhv elədim. 3-ə vurursunuz deyəndə məqsəd burada müqayisə eləmək üçün dərəcələri eyniləşdirməkdir. Bu 2-dir, bu 3-dür, bu 4-dür. Bunlar hamısı 12-yə gedəndə eyniləşir. Onda 12 olmalıdır ki, yəni çünki dərəcələrin əkobunu tapırsan da 2, 3, 4-ün əkobu da 12-dir. Deməli, mən bunu 6-ya vurmalıyam. Dərəcəni nəyə vurursansa, qüvvətdə də onu yazmalısan. Dərəcəni nəyə vurursansa, qüvvətdə də onu yazmalısan. 6-ya vurdum, qüvvətdə də 6 yazmalıyam. Onda 12-ci dərəcədən 3 üstü 6. 3 üstü 6 böyük bir ədəddir. Çünki 27 vur 27-də, yəni 3 üstü 6-nı 3-ün kubu vur 3-ün kubu kimi yaza bilərsən. Bu da 9, 4 7, 7, 2, 14, 18, 2, 7, 14, 1, 7, 2, 4, 1, 5, 9, 2, 1, 7, 6, 729. Burada 2-yə vuraq. Əgər dərəcəni 2-yə vurdunsa, qüvvətdə də 2 yazırsan. 6-cı dərəcədən 36. Bu da 12 eləməz. Hə, bir dəqiqə səhv elədim. Fikrim başqa yerdədir. Məqsədim dərəcəni 12 eləməkdir. Bunu 4-ə vurmalıyam. 12-ci dərəcədən 625 eləyir bu. 6-nı 4 dəfə öz-özünə vuranda. Bunu isə 3-ə vurmalıyam. 12-ci dərəcədən 9-un kubu. Şu an 9-un kubunu 9-un kvadratı vur 9. 81 vur 9. O da 9009. O 729 eləyir. Deməli, onda A ilə C bərabərdir bir-birinə və onlar da böyükdürlər B-dən. A C bərabərdir, böyükdür B-dən. Yəni, dərəcələri eyniləşdirirsən də, qısa konkret, dərəcələri eyniləşdirir. Deyir, A-nı 11-ə böləndə qalıqda 2-dir və bu ifadə... Uşaqlar, A-nı 11-ə böləndə qalıqda 2 verir və deyir ki, bu ifadənin 11-ə bölməsindən alınan qalıq. Deməli, qalıqlarla işləmə qaydası var. A-nı 11-ə böləndə qalıqda 2-dirsə, sən aparıb bu misalda A-nın yerinə 2 qoyursan. Çünki niyə görə? A-nı 11-ə böləndə qalıq 2-dirsə, burada qisməti vermədiyinə görə, sən qisməti nə edə bilərsən? 0 da götürə bilərsən, 1 də hər şey götürə bilərsən. Prosto sadə olsun deyənə ən kiçik 0 götürürəm. Qalıqla bölməsi sonraki 11 0-ın 0 üstə 2, 2. Həqiqətən də 2-ni 11-ə böləndə qalıqda elə 2 alınır da. Yəni, 2-ni 11-ə böləndə qalıqda 2 alınır. Ona görə, deməli, A 2-dirsə, gətirib yerinə qoyanda, burada 2-nin kubu 8, 2 üçün 6 plus 4, bu da eləyir 18. 11-ə də böləndə 7-dir qalıq. D variant. Burada bunları müqayisə eləməyin, bunlar nə qədər işləmişik? Bunları müqayisə eləyəndə, bu 0,21. Uşaq, bu onluq kəsirdir. Onluq kəsirdə. Burada onluq kəsirdə nə edəcəksən? Onluq kəsirdə bunun sonuna istənilən qədər 0 yaza bilərsən. Burada 3,2 bu dövrdə 1 o deməkdir ki, 1 təkrarlanır. Sonsuz sayda. Burada 0 getdi.
3 tam %21. Burada dövrdə 21 olduğuna görə o 21 təkrarlanır. İndi bax, burada deyir ədədlər sırasının ən böyük fərq. Uşaqlar, ən böyük fərq nə deməkdir? Bax, bundan əvvəl də OTK-da şey düşmüşdü. Moda ilə median düşmüşdü. Deməli, uşaqlar, moda ilə median düşmüşdü bundan əvvəl. Moda nə deməkdir? Ən çox təkrarlanan ədəd modadır. Median ortadakı ədəd. Yəni artan sırada düzən ortadakı ədəd. Ən böyük fərq də odur ki, ən böyükdən ən kiçiyi çıxırsan. Burada ən böyüyü budur. Bu niyə görə? Çünki burada 3,21 bu 1 gəlib burada. Amma burada 3,21 burada 2 gəlib. Yəni bu daha böyükdür. Elə bil bu belə düşün də 3,212 bu 3,211. Bu daha böyükdür. Onda 3 tam yüzdə, yəni bu 21, bundan çıxmalısan 0,21. İndi bu da, məsələn, bunu necə edək? Bu 3,99'da 21 deməkdir. Çünki aydın məsələdir ki, dövr kəsirdir də. Bu da %21. Gəlin 99'da 21'dən %21'i çıxaq. Bu da çox iyrənc bir ədəd olacaq. Bunu görək necə sadələşdirə bilərik. Tezbazar həlli də. Onda elə alt-alta bayaq yazdığım qayda ilə çıxaq da. Bu 3,21, 21, 21 belə davam edir. O birisi də 0,21'dir və 0, 0, 0, 0 davam edir. Onda çıxanda bax da 1-dən 0 çıxanda 1, bu 2. 1-dən 0 çıxanda 1, bu 2. Amma bu da 0, 0, 3-dən 0, 3. Deməli, 3-dən sonra 2 dənə 0 gəldi. Bu dövrə daxil deyil. Amma 21'lər təkrarlandı. Belə daha qısa çıxmaq olur. 3,00 dövrdə 21. Çox qəşəng sual idi. Yəni, bəzi uşaqlar bunu görə bilmir. Uşaqlar yazıb ki, radiusu 6 olan çevrədə BAC 15 dərəcə, bura 15 dərəcə. Onda bu 15-dirsə, aydın məsələdir ki, bu BC nə qədərdir? BC 30. BC 30. Bir saniyə. Uşaqlar, ABD 45. ABD buranda 45 veriblər. Aydın məsələ ki, onda bu AD qövsü də 90. Çünki daxilə çəkilmiş buzaq söykəndiyi qövsünün yarısıdır. Şu da sənə yazıb BMD. Hə, indi bir dəqiqə, tələsməyək. Uşaqlar, bizdən BMD qövsü ilə ANC qövsünün uzunluqlar cəmini istəyir. Nə tər eləyəcəyik? Bax, bu 30'dur. Bu BC qövsü bura 30'dur. Bu da 90'dır. 120'dir. Yəni bu AD qövsü ilə BC. Onda belə çıxır ki, bu MN qövsü, yəni bu iki qövsün cəmi, yəni BMD ilə dərəcəsi cəmi, yəni uzunluğu yox. BMD qövsü ilə ANC qövsünün uzunluqlar cəmi bu 90, bu 30, 120-dirsə, 360'dan da 120 çıxanda 240. 240'dır bunların cəmi. 240. Onda bu BMD'nin uzunluğu düsturu. Onda belə çıxır ki, mən bu BMD'yə bir dənə alfa desəm, bu olacaq ANC. 240 çıx alfa. İndi tutaq ki, burada bu BMD'nin uzunluğu nə tər tapacaqsan? Qövsün uzunluğu nə idi? Pi R alfa böl 180 deyil. Plus bu BMD'nin idi. Bəs ANC'nin qövs uzunluğu nə olacaq? Bu da olacaq pi R alfanın yerinə 240 çıx alfa
bölü 180. Bunların cəmini istəyir. Onda əzizlər, radius 6-dır. Radius 6-dır. 6-nı 180-də böləndə 30'da pi alfa belə plus. Burada da yenə radius 6-dır. 6 ilə 180 30'da. Burada indi məsələ odur ki, pi-ni içəri vuranda eləyəcək 240 pi çıx pi alfa. Bunları da toplayanda 30'da toplayanda müsbət pi alfa ilə mənfi pi alfa getdi. Yerdə qaldı 240 pi. O deyilir 8 pi. Bu cürdə yəni burada yəni bu BC qövsü ilə AD qövsü 30 ilə 90 120 isə deməli M-nin cəmi nədir? M ilə N-in cəmi oldu 240, yəni qövslərin dərəcələri cəmi. Sonra da uzunluq düsturlarını yazdım. Bu alfadısa, bu oldu avtomatik 240 çıx alfa. Oradan məsələni bitirdik. Qəşəng sual idi. Deyir, Fidanın 5 imtahandan aldığı qiymətlərin ədədi ortası, yəni Fidanın 5 imtahandan aldığı qiymətlərin ədədi ortası 83-ə bərabərdir. Aha. Uşaqlar, 5 imtahandan aldığı qiymətin, onda belə eləyək də, 5 imtahandan topladığı bal olsun x. Onda 5 imtahandan topladığı balın ədədi ortasını tapanda bu cəm bölünür saya. Qayda budur da. Qayda budur ki, yəni siz əgər ədədi orta tapırsınızsa, cəmi saya bölməlisiniz. Onda 5 imtahandan aldığı qiymətlərin cəmini x elədim. Böldüm ədədi, yəni 5-ə sayına böldüm və ədədi ortanı 83 verir. Onda 5 imtahandan topladığı ballar cəmi 5 vur 83. Belə. İndi yazıb Fidanın növbəti imtahandan ən az neçə bal, yəni neçə almalıdır ki, ədədi orta 85-dən az olmasın. Onda tutaq ki, bir dənə də imtahan verirsə, onda bu günə, yəni bura qədər imtahan verdiklərinin cəmi 415-dir. Bir dənə də imtahan verdi, oradan topladığı balı y-dir. Ədədi orta tapanda 6-ya böləcəm, çünki 5 dənə imtahan vermişdi, növbəti imtahanda 6-cıdır və bu zaman ədədi orta 85-dən deyir az olmasın. Deməli onda 85-dən az olmasın deyirsə, haydi bir dəqiqə. 85-dən az olmasın deyirsə, onda 85-dən az olmasın sözünü dərk eləməlisən. 85-dən az olmasın böyük bərabərdir. 85. Çünki sənə əsas odur ki, 85-dən az olmasın. Yəni 85-ə bərabər də ola bilər də, əsas az olmasın. Onda 415 plus y bərabər, yəni belə 6 5-in 3 yadda 6 8 48, o da 3 51. Y də böyük bərabərdir. 510-dan çıxanda 415. 10-dan 5 çıxanda 5. 10-dan 1 çıxanda 995. Deməli onda ən az neçə toplamalıdır? 95. Çünki 95-dən böyük bərabərsə ən az 95. Qəşəng bir ədədi orta sual. Uşaqlar, burada deyir ki, hansına uyğun gəlir? Məsələn, bu verilən qaydaya görə cavab mənfi 2 ilə 3-dür də. Yəni, qara dairə ilə tam dolduğuna görə bu mənfi 2-ni alır, amma 3 boş dairədir, almır. 3-də mötərəzədir. İndi mənfi 2-ni alıb 3-ü almayan C variantı da bu. C variantı mənfi 2-dən böyüklər, budur. Mənfi 2-dən böyüklər bunu alır. 3-dən kiçiklərdə budur da belə. Onda mənfi 2-3 aralığı. C variantı. Uşaqlar yazıb ki, parça 4 hissəyə bölünüb. Elə bir bu parçadır. Bu parçadır. Və parça 4 hissəyə bölünüb. Demirəm, bərabər deyir, 4 hissəyə bölünüb. Yəni, belə də 4 hissəyə bölünüb. Deyir, birinci və dördüncü hissədən ortaları arasında, gəlin belə eləyək də, buna x deyək, buna y, buna z, buna k. İndi yazıb birinci ilə dördüncünün ortaları arasındakı məsafə 90. Birinci ilə dördüncü budur, onda bura x bölü 2, burada k bölü 2.
Onda bu birinci ilə dördüncünün ortalarsa məsələn 90 onda belə çıxır ki x bölü 2, k bölü 2, bir də ortada y ilə z var. Bunların cəmi 90. Sonra yazıb ikinci ilə üçüncünün ortası ki, məsələn, ikinci ilə üçüncünün ortaları budur. Bu dəfə də y bölü 2 ilə z bölü 2-nin cəmi 35. Y bölü 2 ilə z bölü 2-nin cəmi 35. Onda uşaqlar, belə çıxır ki, buradan hər tərəfi 2-yə vursam, y ilə z-in cəmi nə oldu? 70. Onda gətirib y ilə z-in yerinə 70 qoyanda, onda x bölü 2 ilə k bölü 2-nin cəmi olur 90'a 70 çıxan 20. Burada da hər tərəfi 2-yə vuranda, onda x ilə k-nın da cəmi 40. 2-ni 20, 40. Onda deməli, belə çıxır ki, səndən parçanın uzunluğu xy, yəni xk, birinci ilə sonuncu və ortalar. Budur parçanın. Yəni, x-dən k-nın cəmi 40-dır, y ilə z-in cəmi 70-dir, 40 ilə 70-in cəmi 110. Bu da yəni rahat bir sual. Burada siz nəyi bilməlisiniz? Uşaq deyir, dəyişənin hansı mənfi qiymətdən kəsim qiyməti sıfırdır. Kəsim qiyməti sıfırdır deyir. Əlbəttə ki, hamımız bilirik ki, kəsirin sıfır olması üçün kəsirin surəti sıfır olmalıdır. Ki, kəsir sıfır olsun, məxrəc sıfır ola bilməz. Hasilin sıfır olması üçün vuruqlar sıfır olmalıdır. Onda buradan 2x bərabər 6-dır, x bərabər 3-dür. Buradan x bərabər mənfi 5-dir. Mənfi qiymətində deyir, mənfi 5. Mənfi 5 surəti sıfıra çevirir və kəsirin qiyməti sıfır olur və təbii ki, məxrəclə də problem yaşatmır. Burada yazıb ki, bu cüt bunun həllidir. Əgər bu bunun həllidirsə, apar qoy yerinə və salam. Birincidə yerinə qoyacaqsan, birincidə yerinə qoyub k-nı tapacaqsan, sonra ikincidə yerinə qoyub a-nı tapacaqsan. Onsuz da hər ikisini ödəyir də, bunun həllidir. Birincidə yerinə qoyanda 3 vurulsun x, yəni 3 vur k plus 1, çıx, 4 vurulsun y, k minus 1. Onda elədi 3k plus 3, çıx 4k plus 4. Onda elədi mənfi k, bu 3 ilə 4 7-dir, 6-dan da 7 çıxanda mənfi 1, k bərabər 1. Aha. K 1-dir, indi aşağıda da yerinə qoyaq. A vurulsun x, x-in qiyməti k plus 1, plus y, y-in qiyməti k minus 1. Biz də buradan k-nı nə tapdıq? 1 tapdıq da k-nı. Aha. Onda gətirib yerinə qoyanda k-nı 1 qoydu, burası 0. K-ya 1 qoyanda 2a bərabər 8, a da elədi 4. Yəni, bu cüt bunun həllidirsə, gətirib x, y-in yerinə qiymətlərini yazırsan, ödəyir də bunu. Uşaqlar, yazıb oturacağı 10 kök 3 olan bərabər yanlı üçbucağın sənə verib ki, bucaqlarından biri 120-dir. Əlbəttə ki, bərabər yanlı üçbucağın bucaqlarından biri 120-dir. O təpə bucaq olacaq. Çünki yan bucaq 120 ola bilməz axı. Çünki bura 120 olsaydı, onda bu da 120 olacaqdı. 240. Nətər olur? Elə bir şey ola bilər. Üçbucağın bucaqlarını cəmi seçlər. Bax, ona görə təpə bucaq. Uşaqlar, bununla bağlı bir qayda var. İndi mən sizə bunun müxtəlif yollarla işləyə bilərəm. Qayda budur. Bunu dəfələr mövzu izahında da demişəm. YouTube-da var, dərsdə də demişdim. Əgər bərabər yanlı üçbucağın təpə bucaqlarından biri 120-dirsə, deməli oturacaq yan tərəfin kök 3 mislidir. Yəni yan tərəf A-dırsa oturacaq A kök 3. Onda A da bərabər 10 edir. Yan tərəf 10. Bunu hardan görsənir? Bir dənə buradan hündürlük çəksəydin cavab çıxacaq. Hündürlük çəkəndə bura 30-dur, çünki bərabər yanlıdır. 120 isə 30-30. 180-dan 120. Yəni bərabər yanlı üçbucaqda 180-dan təpədəki bucaq çıxıb 2-yə böləndə oturacaq iki bucaqları tapırsan. 30-90 bura 60 oldu. Onda bu da bərabər yanlı üçbucaqda təpədən çəkilmiş hündürlük, yəni tənbölən və mediandır. 10 kök 3-də bu mediansa 5 kök 3, 5 kök 3. Onda 60-ın qabağı 5 kök 3-də 30-un qabağı 5-dir. 30-un qabağı 5-dir, petonus 10-dur. Buradan da görə bilərsiniz. Uşaqlar, bir də bəzilərini soruşdur ki, müəllim, bu gələn il üçün 10-cu siniflər, yəni gələn 11 olacaq da olar. Hazırlıq nə vaxt başlayır? Apreldə başlayır. Elan verəcəyik. 2 qrup açacağım. Cəmi A və B qrupları, xüsusi qruplar. 2 qrup açılacaq. Qalan qruplar isə avqustda açılacaq. Amma məsləhətdir ki, apreldə qoşulasınız. Çünki proqramı çatdırmaq olmur.
Avqustdan başlayanda çətin olur. Uşaqlar, burada 5 plus 2 kök 6 var. Ha. Bu radikaldır, əzizim. Düsturları izah eləmişdim. Bunu da izah eləmişəm. Qayda belədir ki, əgər A plus minus 2 kök B verilibsə, burada B ədədi M ilə N-in hasilidir. A ədədi isə M ilə N-in cəmidir. Qayda belədir ki, kök M plus minus kök N-in kvadratı olur bu ifadə. Onda burada da görürsünüz ki, 5 plus 2 kök 6'dır. Deməli, 6 3 ilə 2-nin hasilidir. 5 də 3 ilə 2-nin cəmidir. Onda bu eləyəcək kök 3 plus kök 2-nin kvadratı. Yəni, radikalı yaxşı bilmək lazım. Mən bunlardan izah eləmişəm. Mövzu izahında, kvadrat köklərin mövzu izahında var bu radikal. Onda bu kök 3 plus kök 2-dirsə, bu da kök 3 sıx kök 2. Mənfular getdi, qaldı 2 kök 3. Bakı, B variantı. Gəlin vuruqlara ayıraq. Bunu vuruqlara ayıranda əvvəlcə AB-ni çıxardıram. Qalır A-nın kubu çıx 1. Burada da kublar 1 elə 1-in kubudur da. Kublar fərqi üstünə görə A çıx 1. A kvadrat plus A plus 1. Yəni əvvəlcə AB-ni çıxartdım, sonra da kublar fərqini açdım. İndi deyir, hansı vuruqlardan biri deyil. B vuruqlardan biridir. Çünki burada A vur B var. A da vuruqlardan biridir. A minus 1 də vuruqlardan biridir. Bu da vuruqlardan biridir. Bu amma vuruqlardan biri deyil. Deyir, M-in hansı qiymətində kəsirlərdən hər ikisində qiyməti natural ədəd olar. Uşaqlar, kəsirin qiyməti natural olması üçün surət məxrəcə gərək, belə deyək də, tam bölünə. Burada sadəcə bir nüans görürəm mən. Bir nüans görürəm ki, burada bir-birinin tərsidir. Yəni, bu 5M çıx 4 böl 4M plus 3'dür. Bu isə 4M plus 3 böl. Bir-birinin tərsidir və əgər bunların ikisi də natural olması üçün məcburdur ki, bir-birinə bərabər olur. Başqa versiya yox. Çünki, məsələn də, tutaq ki, bu kəsir naturaldır 2-dir. Onda bu 2-dirsə, belə çıxır ki, bu 2-də 1 oluraq. Bu natural olmuraq. Yəni, demək istəyirəm ki, burada yeganə versiya var ki, bunlar bir-birinə bərabər olsun. Çünki bir-birinə bərabər olanda ixtisar gedəcək, bu da 1, bu da 1 olacaq və həmişə natural olacaqlar. Başqa halda mümkün deyil bu. Başqa halda sən yəni buna yenə deyirəm, buna 2 versən, bu 2-də 1 olacaq. Yəni, biri natural olanda o birisi natural olmayacaq. Amma bu deyir ki, hər ikisi naturaldır. Ona görə bunlar bir-birinə bərabər olmalıdır ki, hər ikisi 1 olanda natural olur. 4M üstə M və 7. Bəli, M-ə 7 verəndə bu da 1, bu da 1 olur və hər ikisi həmişə natural olur. Uşaq yazıb A və ABC ədədləri cüt-cüt qarşılıqlı sadə ədədlərdir. Natural ədədləri cüt-cüt qarşılıqlı sadə. Yəni, bu nə deməkdir, əzizim? Bu o deməkdir ki, yəni cüt-cüt qarşılıqlı sadə o deməkdir ki, yəni A B ilə qarşılıqlı sadədir, eyni zamanda A C ilə də qarşılıqlı sadədir, eləcə də B C ilə də. Hamısı bir-biri ilə qarşılıqlı sadədir. Yəni, A B ilə, A C ilə, B C ilə hamısı bir-birinə qarşılıqlı sadədir. Onda qarşılıqlı sadədirsə, deməli onda A ilə B də qarşılıqlı sadədir, cüt-cütdür da, hamısı bir-birinə qarşılıqlı sadədir. Qarşılıqlı sadələrin əbəbi nə idi? 1. Qarşılıqlı sadələrin əbəbi nə idi? Onların hasili. 1 plus B-si. Yəni, cüt-cüt qarşılıqlı sadədir, hamısı bir-birinə qarşılıqlı sadədir. Deyir, aşağıdakı ədədin hansının kök 12 ədədi ilə hasili rasional ədəd deyil. Uşaqlar, kök 12 2 kök üstü. Bura vuranda, yəni bu nə deməkdir? Bu kök 2 böl kök üstü. Kök 12-də 2 kök üstü. Buna vuranda, bu deyiləcək. Çünki burada, yenə deyirəm, bu kök 2 böl kök üstü, 12-də 2 kök üstü. Kök üstlər gedir, qalır 2 kök 2. 2 kök 2 axı rasional deyil. Digərlərinə götürüb vursaq, hamısı rasional olacaq. Bu rasional deyil. Uşaqlar, çoxluqlara aid bir sualdır. Çox rahat. Həmişə biz belə tipdə sualları qaydası belə idi də. Məsələn, bu 3 vır bu, 5 vır budursa, deməli bu NB-ni buradakı 5-ə uyğun 5K desəm, bu N açıq B də bu 3-ə uyğun, bu da 3K olur. İndi bir şey deyim sizə. NB nə deməkdir? Uşaqlar, bura açıq B deməkdir. Bura B çıx A deməkdir. Burada A ilə B-nin kəsişməsidir. Çoxluqlarda öyrənmişik. Onda əzizim,
NB ümumiyyətlə ikinci dairədə, yəni bu x plus 1 ilə 3x plus 4-ün cəmi NB-ni verir, ikinci dairənin bütöv. Bunların da cəmi 4x plus 5. Bu belə. Bu NB-dir. Bu ikisini topladım. Bəs açıq B nədir? Açıq B də özünüz görürsünüz ki 2x plus 7. Çünki bizə şərtdə yazıb ki A və B-nin elementlərinin sayı verilib. Bunlar bu 2x plus 7, x plus 1, 3x plus 4 saydır. İndi da artıq NB 5K'dır. Bunu NB 5K'dır. Yəni bu 5K'dır. Heç onu yazmağa ehtiyac yoxdur. Yəni buradan tapandan sonra yerinə qoy. 3 vurulsun NB. NB 4x plus 5'dir. 5 vurulsun N açıq B. 5'i də vuranda açıq B 2x plus 7. Onda 12x plus 15. Bu da eləyəcək 10x plus 35. 12x'dən 10x çıxanda 2x bərabərdir 20. X də 10 edir. Belə. Onda x 10'dursa x 10'sa 2, 10, 20, 27'dir bura. 10 üstə 1, 11'dir bura. Onda NA nə qədər oldu? NA oldu 27 ilə 11, 7, 1, 8, 2, 1, 38. Cavab 38. Uşaqlar yazıb katerin axına qarşı olan sürəti çayın sürətindən 7 dəfə çox. Bax, gəlin belə eləyim də. V kater yazıram, olsun x. V çay da yazıram, olsun y. İndi bizə yazıb katerin axına qarşı olan sürəti. Uşaqlar, katerin axına qarşı olan sürəti x çıx y-dir. Axına qarşı gedəndə çıxırdıq. Axın elə gedəndə toplayırdıq. Axına qarşı gedəndə onda katerin sürətinin çayın sürətini çıxdım. X minus y. Bu axına qarşı sürətidir. Çayın sürəti də y-dir. Və şərtdə bizə yazıb ki, axına qarşı olan sürət çayın sürətindən 7 dəfə çoxdur. Onda belə çıxır ki, kiçik olanı 7-yə vurmalısan. Daha biz demişdik ki, bir ədəd digərlə, məsələn, 7 dəfə çoxdursa, kiçik olanı 7-yə vur. Onda burada da çayın sürəti kiçikdir deyənə çayın sürətini 7-yə vurdum. Onda x minus y 7y-dirsə, x də bərabərdir 8y. Yazıb, axınla olan sürət çayın sürəti neçə dəfə çoxdur? Uşaqlar, axınla olanda toplanır sürətlər. Axın ilə gedən sürətlər toplanır. X da 8y olduğuna görə üstünə də y 9y. Deməli, axınla sürət 9y-dir, çayın da sürəti y-dir. 9 dəfə böyükdür. Yəni 9y y-dən 9 dəfə böyükdür. 9 dəfə. Cavab. Uşaq, burada yazıb katetləri x, x plus 2, hipotenuzu x plus 4 olan düzbucaqlı üçbucağın tərəfləri üzərində bərabər tərəfli üçbucaqlar qurulub. Burada hamısı bərabərdə 3 var. İndi bu Pifagoru tətbiq eləyək. Katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratı. Uşaqlar, bunu istəsən açıb da yaza bilərsən. İstəsən şifahi görmə qabiliyyətin yaxşıdırsa gör. Mənim görmə qabiliyyətim yaxşı olduğu üçün mən görürəm ki, x 6-dır. Çünki baxan kimi görsən ki, x-in yenə 6 qoyanda 6-nın kvadratı, bu 8-in kvadratı, bu da 10-un kvadratı. Yəni Pifagor ədədlərini yaxşı bilmək lazımdır. Yox, görə bilmirsən, aç, açılışı yazandan sonra da sadə bir tənlik. Onda x 6-dırsa, bu 6-dırsa, bunun üzərində bərabər tərəfli üçbucaqlar qurulubsa, onda bunu da 6-6. Bu 8-dirsə, 6 üstə 2. Bu da 8. 10-dursa bu da 10. Onda perimetrlər cəm. Bunun perimetri 6-dırsa tərəfi perimetri 18. 3, 6-nın 18. Tərəfi 10-dursa perimetri 3, 10-un 30. Tərəfi 8-də perimetri 24. 24, 18 və 30. 4, 8, 12, 1 yadda. 2, 1, 3, 3, 6, o da 1, 7, 72. Cavab. Yazıb, uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri digərinə 3 dəfə kiçikdir. Uyğun tərəfi perpendikulyar olan bucaqlardan birinə alfa desəm, o birisi 3 alfa. Çünki biri digərinə 3 dəfə kiçikdir. Və deməli, bunların cəmi 180-dir. Çünki hamımız bilirik ki, uyğun tərəfi perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmləri 180-dir da, bu qaydadır. Uyğun tərəfi perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmi 180-dir. Bunu hamımız bilirik. Burada bərabər ola bilməzlər, çünki biri digərinə 3 dəfə kiçikdir. Deməli, burada cəmləri 180. Onda alfa da bərabər 45, onda biri 45-dirsə, o birisi 135.
Böyük bucağın dərəcə ölçüsü cavab 135. Qutardı, getdi. Uşaqlar, burada çox asandır. Deyir, tərəfi A olan çoxbucaqlar üçün uyğunluğu müəyyən elə. Uşaqlar, kvadratın sahəsi A kvadratdır, perimetri 4A'dır. 1-ə 3'ə oldu C variantı, perimetri 4A'dır. Bərabər tərəfli üçbucağın perimetri 3A'dır. Sahəsi də A kvadrat kök 3 böl 4'dür. Bunu yəni siz bilməlisiniz, bu vacibdir. Ən azından bunu bilin ki, bərabər tərəfli üçbucağın sahəsi A kök 3 böl 4. Bunu özün də tapa bilərsən, yəni çətin bir şey deyil. Özün də tapıb çıxarda bilərsən. Nə var ki, burada bərabər tərəfli üçbucağın bütün tərəfləri bərabərdir, bütün bucaqları da 60'dır və bir dənə hündürlük çəksək, bərabər tərəfli üçbucaqda tənbölən median hündürlük eynidir. Bu da A bölü 2, bu da A bölü 2 və aydın məsələdir ki, 30'un qabağı A bölü 2-dirsə, 60'ın qabağı da bunun kök 3 mislidir. Onda sahəni tapanda 2'də 1 AH düsturuna görə 2'də 1 vurulsun. Bunun hündürlüyü A kök 3 bölü 2 vur H. Yəni H elə bu idi. Vur tərəf də A. Bu da elə A kvadrat kök 3 böl 4. Buradan çıxır da bunun isbatı verilir. Düzgün 5 bucaqlı. Uşaqlar 5 bucaqlı çəkək. Bax, əzizlər. Burada məsələ nədir? Düzgün 5 bucaqlının da perimetri 5A'dır. Y variantı. Bunun sahəsi yox. Bunun sahəsinin düsturu 2'də 1 A kvadrat deyil. Bunun sahəsini necə tapmaq olar? Bunun sahəsi elə bil ki, burada 5 dənə bərabər yanlı üçbucaq var. 5'inin də sahəsi bərabərdir. Buradan getmək olar. Bu hündürlüklər olsa, buradan getmək olar. Amma onun sahəsi bu deyil. Bucaq belə. Uşaqlar, bundan da nə qədər işləmişik? Təpələrlə işləmişik. Bax, bura 90'dır da, bu düzbucaqlıdır və burada BCD düzbucaqlı üçbucağında Evklid teoreminə görə SY-nin kvadratı bərabər 3 vur 12. Evkliddə qayda belə etdik. Düzbucaqlı üçbucaqda hipotenuza çəkilən hündürlüyün kvadratı bərabərdir. Katetli o hipotenuzu böldüyü hissələrin hasili. Onda SY bərabərdir 6. İndi sən buradan BCD üçbucağının sahəsini tapa bilərsən. Necə? BCD üçbucağında hündürlük 6'dır, oturacaq da 15'dir də BD. Onda 6 vur 15 bölü 2. Yedirəm, hündürlük SY 6'dır, BD də 15'dir. 6 vur 15 bölü 2. 45. Və sən bilirsən ki, diagonal sahəni yarı bölür. Deməli, ABD də 45'dir. Çünki diagonal yarı bölür. BCD 45'dirsə, ABD də 45'dir. Onda ümumi sahə olacaq 90'da. Çünki bu da 45, bu da 45. Yəni bu BCD də 45, bu da 45, 45, 90. Yazılıb. Buğda əkilən sahə bütün tarlanın 45%'dir. İndi belə eləyək. Bütün tarla əslində burada bir maraqlı məqam var ki, bizdə onsuz da qarğıdalı əkilən sahə arpa əkilənin neçə faizidir deyir də. Yəni axırda faizi soruşanda sən ümumi qiymətə 100 də deyə bilərsən. Lap X da deyə bilərsən, 100 də deyə bilərsən. 100 daha rahat olur, amma eybi yoxdur. Bütün sahəyə X deyək. Onda buğda əkilən sahə bütün tarlanın 45%'də, onda buğda nə qədərdir? 0'dan %45X, yəni X'in 45%. Sonra yazılıb arpa əkilən sahə isə buğdanın 9'da 4'üdür. Buğda 0'dan %45'dir. Bunun da 9'da 4'ün tapanda 9 ilə bu gedir. Qalır 0'dan 10'da 5. Düz elədim də. 0'dan 10'da 5 qalmır ki. 0'dan 10'da 5'e 9'a vuranda nə inir? 9, 5'in 45, 4 yadda. 9, 0, 0 da 4. Yox, səhv eləyir amma. 0'dan %5 qalır. Başımıza gedib. 0'dan %5 qalır. 4'e də vuranda eləyir. 0'dan 10'da 2x. Belə.
0,5 yorulmuşam, hesablaya bilmirəm. 0,5 bayaqları başqa sınaqda çəkdim. 4,5 20,02 hətta 4,0 o da 2, 4,0 da onda 2 qaldı. Uşaqlar, bunu da tapdıq. Yazıb qarğıdalı əkilən sahə. Arpanın neçə faizdir? Uşaqlar, buğda, arpa var. Qalan hissəyə də qarğıdalı. Onda buğda 0,45'dir. Arpa da 0,2'dir. Toplayanda nə qədər edir? 0,65 x eləmir. Onda qalanı nə qədər? Qalanda 0,35'dir. Çünki ümumi x idi. X-dan 0,65 çıxana 0,35 qalır. İnsana da deyir ki, qarğıdalı əkilən sahə, arpa əkilənin neçə faizdir? Onda qarğıdalı 0,35'dir. Bölməlisən arpaya, vurmalısın 100. Çünki yadda saxla, bir ədəd digərinin neçə faizidir deyəndə birincinin ikincinə bölüb 100'ə vursan. Bu iki ədədin faiz nisbətində, məsələn, A-B'nin neçə faizdir deyəndə A-nı B-yə bölüb 100'ə vurmursan. Bu da sənə deyir, qarğıdalı əkilən sahə arpanın neçə faizdir, onda qarğıdalını arpaya bölüb 100'ə vurmalısın. Qarğıdalı 0,35'dir, arpaya bölürəm, 0,45'ə vuram 100'ə. Bu x-lar getdi, bunu hər ikisini 100'ə vuranda surəti məxrəci, bu 45'də 35 eləyir, vur 100. Buradan da 45'i 5'ə böləndə 9, 35 bölü 7, 700 bölü 9 da, elə belə də saxlayıram. Ümid edirəm ki, hesablama səhv eləməmişəm. Qaydası düzdür, yəni qaydanı düz eləmişəm. Və gəldik gözəllik isbat sualına. Bu sualın eynisini bizim bilirsiniz bir dənə kitabımız var, blok kitabı. Orada eynisi var bu sual səhv etmirəmsə. Keçən il 11'lərə ispat eləmişdim bunu. Deyir, mərkəzləri O1, O2, radiusları isə R və R olan iki çevrə bir-birinə xaricdən toxunur. Nəysə də ispat elə ki, AB bərabərdir 2 kök altda R. Çox sadə bir sualdır. Niyə? Ümumiyyətlə, bu şəkil aktiv şəkildir. Çox yerdə istifadə olunur. Mən radiusları çəkirəm. Hamınız bilirsiniz ki, radius toxunana perpendikulardır. Və burada bunu da birləşdirəndə, burada bir dənə özünüz də gördüyünüz kimi bir dənə trapesiya əmələ gəldi. Bu böyük R-dir, kiçik R-dir. Bunu həll eləmək üçün gəlin bu O2 nöqtəsindən bir dənə belə hündürlük çəkək. Hündürlük çəkdim. Onda əzizlər, bu O2B R-dirsə burada R, onda bura olur R minus R. Çünki ümumi O1A böyük R idi bütöv. Burası R'dir. Çünki bu O2B ilə AH eynidir. Bu R-sə bu da R'dir. Onda bura R minus R qalır. Onda bu da AB X desəm, bu H O2 ilə bu da X olur da. Onda burada Pifagora görə bu həmin O1 O2 H3 bucağında Pifagora görə katetlər R minus R'in kvadratı plus X'in kvadratı bərabərdir R plus R'in kvadratı. Çünki burada O1 O2 R plus R'dir. Onda atsam R kvadrat çıx 2R plus balaca R'in kvadratı plus X'in kvadratı bərabər yenə də R kvadrat plus 2R plus R kvadrat. Bu R kvadratlar getdi. Balaca R kvadratlar da getdi. X'in kvadratı bərabərdir. Bu 2R, bu mənfi 2R sağa keçirdən 4R. Bunlardan kök alanda 4-dən 2 çıxır. Bundan kök çıxmır. X'a da AB X demişdi. İspat olundu ki, AB budur. Çox sadə bir ispat. Yenildirəm. Bizim ispat kitabımızda da var idi. Yəni o blok kitabında. 11-lər üçün də ispat eləmişdim. Bu suala qaldı bayaqları. Burada mən gözüm səhv görüb deyəsən. Burada bu aşağıdakı gözüm səhv görüb. Burada aşağıdakı bu Z çıx Y deyil, bu X-dir. Gözüm səhv görmüşdü onu. Deməli, X çıx Y mənfi 5, Y çıx Z 3-dürsə, tərəf-tərəfə toplayanda bunlar gedir, qalır X çıx Z bərabərdir mənfi 2. İndi burada X çıx Z mənfi 2-dirsə, mənfiyə vuranda hər tərəfi Z çıx X 2-dir də. Bu 2-dir. Modulca 2, bu elə 2-dir. Z çıx Y. Bu Y çıx Z 3-dürsə, Z çıx Y mənfi 3-dür. X çıx Y imiş bu məxrəzdəki. X çıx Y mənfi 5 olsa da modulun içində olduğundan müsbət 5. Onda bu qabaqdakı mənfilər də bir-birinə dəyir. Olur 2 plus 5-də 3. O da 2 tam 5-də 3. 5-də 3 0,6-dır. 2,6. Uşaqlar, hamısını izahını verdim.
Çox qəşəng suallar idi. Demək olar ki, biz bunların hamısını dərsdə işləyirik. Bunların hamısı dərsdə işlənib. Kimsə deyə bilməz. Bunların hamısını dərsdə işləmişik. Yəni burada kənar dərsdə işləmədiyimiz sual göstərə bilənə gəlsin 1000 manat verəcəm mən. Mənim şagirdlərimdən hansısa burada dərsdə işləmədiyimiz sualı göstərsə, mən ona 1000 manat verməyə hazıram. Çünki biz bunların hamısını, mən nə qədər gecə-gündüz sınaq göndərirəm, dərs göndərirəm, hamısının içində var bunlar. Və yeni 11-ci sinif qruplarımız, yəni gələn il 11 olacaq olan, bu il hal-hazırda 10-da oxuyanlar üçün apreldə qruplar açılacaq. Xüsusi qruplar xəbəriniz olsun. Apreldə olacaq. Və 2 qrup olacaq. A və B qrupları. Oldu əzizlər. Sağ olun. Görüşənədək uğurlar sizə.